Bir şeyi çox istəyirsən, amma həmin şey sənə yaxınlaşanda geri çəkilirsən. Niyə? Buna özün sabotaj deyilir. Son zamanlarda bir çox pasientlərdə bu kimi hallarla rastlaşırıq. Bəs bu insanlarda nəyə görə əmələ gəlir? Çox insan uğura doğru addımlayarkən son bir addımlıqda tam da ona əli çatmışkən geri addım atır və bunu eləyə bilməyəcəyini düşünür və bu uğura qazanmaqdan qorxaraq geri çəkilir. Bunun səbəbi çox mükəmməlliyətçi bir mühitdə, bir şəraitdə böyüdülməkdən, sosial mediadakı insanların o mükəmməl obrazlarını digər insanların görməsindən və mən bacarmaram, məndə alınmaz düşüncələrindən irəli gəlir. Bu insanlar uşaqlıqdan bəzi psixoloji şiddətlərə məruz qalmış ola bilərlər və digərlər tərəfindən alçaldılmış ola bilərlər və buna görə də bugünkü gün heç bir şeydə uğur qazana bilməyəcəklərini düşünürlər. Tam da bu insanlar ən uğur qazanacaqları anda münasibətlərini bitirirlər və iş görüşmələrinə getməkdən imtina edirlər və bütün proyektlərini yarımçıq qoya bilərlər. Bu kimi hallarla siz də qarşılaşırsınızsa, mütləq ki bir psixoloqa müraciət edin.